Salam, bugün quyruq yağının necə hazırlanma qaydasını sizlərlə bölüşmək istədim. Əvvəlcədən quyruğu yaxşı yuyub 1 saat dondurucuda saxlayıram. Ona görə dondurucuda saxlayıram ki, quyruq donan zaman yaxşı doğranır, asan doğranır. Mən belə kiçik doğradım. Siz istəsəniz böyük də doğraya bilərsiniz. Ət maşınla da keçirdə bilərsiniz. Və vamxodda olan ocağımızın üzərinə bir tavanı alıram. Tavanın içərisinə 1 su bardağı su əlavə edib quyruqlarımızı üzərinə əlavə edirəm. Suyu ona görə əlavə edirəm ki, tava isinən zaman quyruqlar orada yanıb yapışmasın. Həm də su ilə biraz qaynasınlar ki, yağlarını daha yaxşı versinlər. Quyruğun özünə məxsus bir qoxusu olduğu üçün birinci üsulum dəfnə yarpağı əlavə edirəm quyruğun üzərinə və gedib gəlib qarışdırıram. Allah cəm ölənlərinizə rəhmət eləsin. Mənim ana nənəm bu quyruq yağını hər zaman çöl ocağında eləyərdi. Allah hər birinizin ölənlərinə rəhmət eləsin, məkanları cənnət olsun. Gedib gəlib belə qarışdırıram. Gözümdən buraxmıram yəni. Və baxın, burada artıq yağa düşür. Onu da deyim ki, 1 kiloqram quyruqdur bu hazırladığımız. Çox qızartmaq lazım deyil. Çox qızardan zaman yağın rəngi tünd ola bilər və süzgəc yardımı ilə quyruqları yığıram. Bir qaba əlavə edirəm və o qızarmış quyruqları da buzdolabının dondurucu gözündə saxlayıb hər zaman nə vaxt ki kələm dolması, yarpaq dolması hazırlayacağam, onda istifadə edəcəm. Və baxın, burada yenə süzgəcdən keçirdirəm əldə elədiyim yağı. Budur. Şəffaf bir yağ alındı. Baxın, çox durudur. Və təkrardan yenə ocağımızın üzərinə alanda yenə də süzgəcdən keçirirəm. Və onu da deyim ki, bir neçə dəfə süzgəcdən keçirsəniz, bir o qədər şəffaf yağımız alınacaq. Və yenə vamxodda ocağımız olmalıdır. 1 su bardağı qatıq əlavə edirəm üzərinə, narahat olmayın. Yəni qatıq kərə dadsın, kərə yağı dadsın deyinə, kərə dadsın deyinə əlavə edirəm. Qatıq tortuya dönəcək orada. 1 çay qaşığı sarı kök və yağımızı uzun müddət saxlamaq üçün 1 çay qaşığı duz əlavə edirəm. Və gedib gəlib qarışdırıram. Mənim reseptimi bəyənirsəniz çox sevinərəm. Mənə dəstək olmağı unutmayın, ürəkləri qızartmağı unutmayın. Allah hər birinizə bol-bol ruzi bərəkət bəxş eləsin. Sizlər də təamlardan hazırlayıb nuş edə biləsiniz. Göz haqlarınızı helal edin. Və baxın, burada artıq hazırdır. Bir neçə dəfə tənzifdən süzgəcin də üzərinə tənzif qoyub bir neçə dəfə tənzifdən keçirəcəm. Nə qədər süzsəniz, bir o qədər yağınız şəffaf və çiçək kimi alınacaq. Budur, artıq hazırdır. Bu da yağımızın bir gün sonraki hali. Baxın, rəngi necə gözəl.